Hipslerle yapılanlardan. Bəli, sıxılaşdırılan hazırlanan təriflərdir. Sonra buyurun işlərinizi təqdim edin. Bunlar şəxs ailələrinə, yəni şəkillərindir, çərçivə daxilində. Yəni bunlar hamısı cizdən hazırlanır. Bunlar hədiyyə olunur. Hədiyyə olunur şəkil ailələrində. Ha, bugün olan tüyəsində. Bəli. Burada 4 günlük vətən mühafizəsi xalq şəhəri. Memur qasımlar, aktivistlərinə, vətən mühafizəsi şəhərlərində şəhid qazi cəmiyyətinə Uşaqlar üzərində. Gel diyorum. İnşallah. Salam benim. Salam. Siz bu işleri tanısınız. Mesela bizim adım nedir? Gel görün. Uşaqlar gəlin. Gel görün. En çok hansı işləyir bunlardan? Hamı. Mesela kim öz işlədiyi əsəri göstərər? Göstərəcək. Sən bunu işləmişsən. Yəni çox Sonra olacaq. onu eləmişəm. Sən onun nəyini eləmişsən? Bunlar altında qalır. Bak onu sıfırdan təsəvvür ediyor. Necə eləyir? Çərçivəmizə işte. Aha. Rəhləmişəm, sonra da malzemelər Yox, o cinin necə elədi? Sonra cini qarışdırdım. Sonra da qəlblər var. Qəlblərin düşdükdən sonra Qəzlər çıxır. qəlbləri qarışdırdım. Aferin. Aha. Qarışdırdı. Səhv oldu. Gəldi. Ondan sonra bundan sonra qraflarını yürüyürüm ki, Nəyini tutmalıyız? və çıxış qabır. Aha. Sonra isə boyama işləri. Aha. Yaxşı. Bax, layihə müddətdə bunu eləmişsiniz. Sabah sənə deyilsə, qəlb verirsə, matlar olsun, öz obrazını Bəli. Bəli və sağ olsunuz. uşaq onu öyrənirsə, bizim qazancımız verir, uşaq onu bacarır. Sən hansı eləmişsin? Açıq verir. Açıq göylə sən eləmişsin? Yaxşı, eyb yox. Hə. Bu da bizim gəlişimiz. Ən çox sevgi olan bir şey nədir? Bir də həzz olmazdı. Amma uşaqlar bəzəməni ki, Onlar nədən hazırlanır? onlar kardondan hazırlanır. Kardon? Kardondur, kəsici, işğaldan azad olan rayonlarımızın adlarıdır. Bunların hamısı zərif kağızlarla işləmişik. İnternatlar. Sağ olun. Orada pay sahibi olanlar kimdir? Burada Yəni əsas işləyənlər, uşaqlardan. əsas Uşaqlardan. var ki, mənim öz dərsim olduqca, elə bir texnologiya dərsində hansı uşaqlar olduqca o dərsdə. Onlara vermişəm, o tapanca ilə uşaqlar işləyib, amma əsas işləyəm müəllim. Demək olar ki, 90% işləyəm. Burada kəslərdən məqəmətə abortu üzərində. Ondan sonra isə qoyuq qurmalar sonra isə Bu rəqəmlər nəyi göstərir? onlar sonra çocukları sağlamlaşdırır. Rəngləri də, Uşaqda yaxşı səhviniz. Müəllimənin köməklə bizə müəllimə köməklə Özünüzü işlə biləcək. Bir də layihə boyunca belə rəsmlər işlədir. Mən qrançı. Sən çəkimsən? Bax, yaxşı. Hansı məktəbdə oxuyursan? İnternatda? İçindəki uşaqlar hamısı İnternatda. Burada layihədə xüsusi uşaqlardan qazanlar var. Yaxşı, keçək. Oradakılar da var. Həyəcanlı. Göz şəkilləri var, onu almaq istəyirəm. Onlar da sənin, bunlar. Bəli, şəkillərdən. Bunlar da sən çəkirsən.
Neçən sınıf oxuyursan? Lan neçəsi yox, neçəsi? Biraz bəlkə Yok, çağırın. Siz hansı məktəb? Siz də nə qədər vaxtda Bunlar da qalacaq. Qanlarını da düzəltmişlər. Sağ ol. Alınlar. Sabun, şam. Şam. Gəldik. Yok yakın o gözlüğünden bir gözlüğe sabun gelir, şam gelir. Yəni sabunlu, xəfif şamlar demədim var. Bunlar hamısı sabun, onlar şam. Elə mi? Bunlar ətrafı Şamlar dəxilidir. Almaq istəyirsiniz, alın da mən. satış təşkilatı. Amma belə satış olaraq Həm də satış olacaq da. Burada yenə gələn qonaqlar ala bilərlər. deməli xəfif şamlar olur. Şamlara da baxaq. Şamlar bu yandıqca nətir verir, yoxsa özü nətirlədir? Ətirlədir, yandıqda nətirləsə dəxili gələcək. Burada lavanda, lime, sonra şərəflərimiz, bir şərəflərimiz istifadə edilir. Sabunlar şamları özəldirdi. Bəli, bir deməli də var. Şamlar mı? Hətta hazırlamaq üçün Ətin necə eləmişsiniz? Ətinin hazır şeydə var, yağlar. Məhsulun baxmışsınız. Sabunu parafin. Şamlı parafin, sabunu bazında. Bu sabunlar bazında. Sadece azı çok böyle. Məhsullar hazır. Bu balıq qulaqları böyüyür, yoxsa sarı toplar böyüyür, ha? Güldə amma sabundur, ha? Sen da. Sen hazır olsan. Neden gipsən? Təriflər düzəltmirsən. Gəlib düzəltmirsən, orada dökmürsən, gipsi qırmırsan. Bunlar da hamısını sən düzəltmirsən. Sen harada oxuyursan? Gördün mənə məktəbdə. Onlar soyduğumuzlar bir yaşlılarında, Ha, magnitlidə bunlar. bunlar ama hepsi hazırlanmış. Rənglənməmişdir. İstəsə bax bu formada belə arxalarına Güçlər görüntüsüdür. bunu belə qoyaraq. Yanına da yəni bir maraqlı Yaxşı. Vur olsun. Neçən sınıfda oxuyursan? 4 nömrədir də. Salam, hoş gördük sizləri. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-cü ildə keçirdiyi təhsil məktəblilərinin Yaşıl Dünya Əl İşləri sərgisi adlı layihə üzrə 8-ci qrant müsabiqəsinin sərgisində sizi görməkdən çox şad olduk. İndi Azərbaycanın dövlət himni səslənəcək. Sonra isə qalib ölkəmizin bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızı bir dəqiqəlik sükutla yad edəcək.
Allah rəhmət eləsin. Layihənin rəhbəri Səfərli Səadət müəllimi. Səadət müəllimə Göyçay şəhər Səməd Vurğun adına inteqrasiya təlimini internat tipli gimnaziyada və Malı Şıxlı kənd tam orta məktəbində kimya müəllimi vəzifəsində çalışır. Hər birinizi salamlayıram, xoş gəlmisiniz. Elm və Təhsil Nazirliyini, təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrad müsabiqəsinin qalibi olan layihəmin Ümumi Təhsil Məktəblərinin Yaxşı Dünya Əl İşləri sərgisi adlı layihəmdə sizi görməkdən çox şadam. Əslində, bugün çox həyəcanlıyam və eyni zamanda qürurluyam. Həyəcanlıyam ona görə ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş ailələrin qarşısına çıxış etmə həqiqətən də çox həyəcan verici bir hissdir. İstəyərdim ki, layihəm haqqında sizə məlumat verim. Layihəm 5 və 9-cu sinif şagirdlərini əhatə etməklə 4 istiqamətdə fəaliyyət göstərən şagirdlərdən ibarət idi. Burada gördüyünüz əl işləri, həqiqətən də onlar çox böyük ürək qoyaraq, hətta orada yatılı sistemdə qalan şagirdlər elə olurdu ki, gecə saatlarına qədər, 10-11-ə qədər qalıb bu əl işlərini ərsəyə getirdilər. Yəni, ilk günlərdə bizim layihəmizdə qruplarda 10 şagird nəzərdə tutulsa da zaman keçdikcə hətta bu say 15-ə 20-yə qədər çatırdı və orada elə gözəl bir mühit yaranırdı ki, həqiqətən şagirdlər bu işləri görməkdən çox sevinirlər, xoşbəxt olurlar. Mən həmişə şagirdlərimin gözlərinin içərisinə baxaraq deyirəm ki, siz mən yerdəki ulduzlarınızsınız və mən sizdən qidalanıram, sizdən ilhamlanıram. Sizin uğurlarınızı gördükcə mən çox fərəh alıram. Həqiqətən də bugünkü gün onların bütün zəhməti göz önündədir. Hansı ki, onlar 4 istiqamətli fəaliyyət göstərdilər. Ətirli sabunlarla əl işi, ətirli şamlarla əl işi, mozaikalar. Hansı ki, mozaikalar böyük səbir tələb edən bir iş idi. Onu sevə-sevə həqiqətən də o işləri gördülər və bizim şəhid ailələri üçün kiçik də olsa bir hədiyyəmiz olacaq. Şəhid qardaşlarımızın şəkilləri qoyulmuş çərçivələr. Yəni, inanın ki, uşaqlar həvəslə onların hər birini bu günü o qədər gözləyirlər ki, bugün gələrdi, yəni biz görüşərdik və o əl işlərini təqdim edərdik. Layihəmiz qısa bir zamanda əslində demək olar ki, Göyçayın əksər hissəsində saldığı müxtəlif məktəblərdən şagirdlər iştirak elədi və buradakı şagirdlərin digər, belə deyək ki, layihələrdə olan şagirdlərdən böyük fərqi ondan ibarət idi ki, bu şagirdlər həssas qrupa daxil olan şagirdlərdir. Həm bizim layihəmizdə valideyn himayəsindən məhrum olmuş şagirdlər idi. Eyni zamanda xüsusi sinif şagirdləri, hansı ki, onlar sağlamlıq imkanları məhdud şagirdlərdir. Biz istəyirdik ki, bu layihə vasitəsilə həm şagirdlər arasında əməkdaşlıq edək, eyni zamanda onları cəmiyyətə adaptasiya edək və eyni zamanda da təlimin inklüzivliyini təmin edək. Gəldiyiniz üçün çox minnətdaram sizə, hər birinizə. Bizim layihəmizdə ən əvvəldən Rauf müəllim sizə böyük minnətdarlığımı bildirirəm. Keçən il təxmini bu vaxtları olardı. Gözəl bir təlim təşkil etmişdik, biz oradaydıq. Orada Rauf müəllimin məni layihə yazmağa istiqamətləndirən bir cümləsi oldu. Dedi ki, əgər sən layihədə qalib olmaq istəyirsənsə, yəni ümumi hamıya dedi, istəyirsinizsə, ətrafınızdakı hər bir situasiyanı düzgün dəyərləndirin. Ətrafımızda olan hər bir problem əslində bir layihədir. Mən də baxdım ki, mənim çalışdığım məktəb inteqrasiya təlimli internat tipli gimnaziyadır və bu uşaqların daha çox belə əl işlərində rahatlıq tapırlar. Ümumiyyətlə, həssas insanlar incəsənəti çox sevirlər, orada rahatlanırlar. Ona görə fikirləşdim və bu layihəyə yazdım və qalib oldu. Uğurla da məncə, belə deyək də, qarşımıza qoyduğumuz məqsədlərə biz çatmışıq ki, bu da göz önündədir və layihəmizdə təlimçimiz Səkinə müəllimə öz minnətdarlığımı bildirirəm. İnanın ki, 40 gün nəzərdə tutulsa da, deyərdim ki, 2 vur 40 qədər müəllimənin zəhməti olubdur. Yəni, nə vaxt olsa, müəllimə, uşaqlarla bir yerdə mühitdə olmuşaq. Çox xoşdur gəlməyiniz. Hər birinizə minnətdarlıq bildirirəm, təşəkkür edirəm. Çıxış üçün söz verilir Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdürü Cavadlı Zabaq müəllimi. Tədbir iştirakçıları, hörmətli şəhid anaları,
təhsil işçiləri, şagirdlər və bütün həmkarlar. Hər birinizi salamlayıram idarəmiz adından. Bu günlərim bu tədbirdə iştirak edəmək həqiqətən bizim üçün çox maraqlı oldu. Uşaqların yaradıcı əl işlərini görmək və onların necə həvəslə bu əl işlərini hazırlayıblar və bugün bizə təqdim edirlər. Bu bizi müəyyən hisslər yaşamağa sövq elədi. Mən nə düşünürəm və nə deyə bilərəm? Son dövrdə Elm və Təhsil Nazirliyi tərəfindən qrant müsabiqələr elan olunur və həmin qrant müsabiqələrdə hər il onlarla layihələr qrant qazanır və icra olunurlar. Bu 8-cidir artıq və bu layihələrin hamısı yadda qalan olurmu? Belə bir sual versək özümüzə və yaxud da ətrafımızda deyə bilərik ki, xeyr, hamısı yadda qalan olmur. Hansı layihə yadda qalan olur? O layihədə sırf zəhmət var, sırf bacarıq, yönümlü fəaliyyətlər var və sırf nəticə var. Və həmin nəticə də şagird nəticəsidir və müəllim nəticəsidir. Layihə tətbiq edən, layihə hazırlayan təhsil işçilərinin əməyinin nəticəsidir. Dediyimiz kimi, bəlkə də birinci, ikinci, üçüncü qrant müsabiqələrdə müxtəlif layihələr tətbiq olunur. Onları bugün biz xatırlayanda adını xatırlaya bilirik, statistikasını görə bilirik. Amma düşünən zaman keçəcək bir neçə illər və burada olan insanlar, burada olan şagirdlər bu layihənin belə son yekun təqdimat mərasimini deyək, tədbirini deyib ki, unutmayacaqlar. Biz şagird fəaliyyətlərinin burada əyani göstəricilərini, əyani sübutlarını gördük. Səadət xanım qeyd edir ki, bəs uşaqlar bu əl işlərini hazırlayarkən bəzən gecə saat 9, 10, 11-ə qədər o həvəslə iştirak edirlər, həvəslə öz bacarıqlarını ortaya qoyurlar. Bu yaxşı haldır, bu sevindirici haldır. Bəzən biz deyirik ki, uşaqlar məktəbdən dayanmırlar, məktəbdən gedirlər, məktəbdə saxlamaq olmur. O demək, məktəbdə maraqlı nəsə bir şey olanda, maraqlı hansısa bir fəaliyyət olanda uşaqlar gecə də orada qalarlar. Uşaq elə bir xarakterdədir ki, onu maraqlandırmaq lazımdır, onu fəaliyyətə cəlb etmək lazımdır. Bu da məcburiyyətdən yox, istəkdən yaranmalıdır. Və bu layihənin fəaliyyətləri görsənir ki, sırf istəkdən, şagird istəyindən, şagird marağından doğan bir fəaliyyətlərdir. Sevindirici hal bir də o idi ki, əksər şagirdlər burada inteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdləridirlər. Bugün bu tədbirin belə deyək, kontingentinə baxanda, ondan sonra o layihənin tətbiq olduğu kontingentinə baxanda çox əhatəlidir. Müxtəlif qruplardan, müxtəlif kateqoriyalardan olan həm şagirdlərin, həm təhsil işçilərinin, həm ictimaiyyət nümayəndələrinin iştirak eləməsi dediyim kimi layihə rəhbərinin və layihənin ideya müəlliflərinin nə dərəcədə öz işlərinə məsuliyyətlə yanaşmasının nəticəsidir. İnternat şagirdləri həm də biraz həssas olurlar bir çox məsələlərdə, bir çox məqamlarda və onlar ki, layihənin icrasında bu qədər zəhmət qoyublar, öz biliklərini, bacarıqlarını tətbiq ediblər. Onlara da xüsusi təşəkkür düşür. Çünki yenə başqa bir məqama burada toxunmaq istəyəcəm. Biz bəzən deyirik ki, təlim nəticələri biz internatın nəticələrinə baxanda onu aşağı yerlərdə görürük.
Amma bugünkü bu fəaliyyət başqa meyarda artıq. Bu meyar nəticə göstərir. Mən arzu edərdim ki, bizim bu tipli layihələrimiz gələcək dövrlərdə də daha çox olsun. Layihə rəhbərləri həmçinin layihə tətbiq etmək istəyində olan təhsil işçiləri faydalana bilərlər. Layihə tətbiq edən, layihə ideyası ortaya qoyan əməkdaşlar da bu məsələdə qısqanclıq və axıllıq nümayiş etdirmirlər. Bu çox yaxşı haldır. Və düşünürük ki, genişlənəcək, çoxalacaq və sırf nəticə yönümlü şagird fəaliyyətinə əsaslanan layihələr növbəti 9-cu qrad müsabiqədə daha çox yer alacaq, daha çox böyük əhatə ilə çıxış edə biləcəklər. Hər birinizə təşəkkür edirəm, hər birinizə minnətdarlığımı bildirirəm. Təhsil idarəmizin adından şəhid valideynlərinə xüsusi diqqətimi və minnətdarlığımı bildirmək istəyirəm. Şəhidlər bizim əvəzimizdən bu dövlətin, bu cəmiyyətin saxlanmasında canlarını fəda ediblər ki, bugün biz rahat hansısa bir tədbirlər keçirdirik, hansısa bir fəaliyyətlər icra edirik və onların istədiyi nə idi? Azad Azərbaycan, rahat Azərbaycan. Bunun üçün öz canlarını fəda edədilər. Qazilər öz sağlamlıqlarını itirdilər və nəticədə bizə belə gözəl bir Azərbaycan hədiyyə etdilər. Və bunun üçün həmin şəhidlərin ruhu qarşısında bir daha baş əyirik, qazilərimizə sağlamlıq diləyirik, şəhid və qazi valideynlərimizə isə Allahdan səbr diləyirik. Biz də onların öz bir valideyn kimi cəmiyyətə ən böyük fayda verən bir kateqoriya nümayəndəsi kimi ancaq baş əyirlər qarşılarında. Çox sağ olun. Öz əl işlərinə. Buyurun mən. Çox sağ olun. Sağ olun. Sağ olun. Sertifikat verək. Sizin layihəniz sertifikat. Dəniz. Dəniz kim? Əliyev Dəniz. Təbrik edirəm. Bunlar var. Baksana, Allah büyük yollar. Alsu Hüseyin'dir. Ha, sen. Təbrik edirəm. Bunlar arzu edirəm. Emit Əhmədov. Məryəm Rəhmanlı. Məryəm. Təbrik edirəm. Uğurlar arzu edirəm. Sağ olun. Sağ olun. Çox sağ olun Cavad müəllim, dəyərli fikirləriniz üçün. Gəlin Göyçay şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdlərinin ifasında bir musiqiyə qulaq asın. Thank you.
Hörmətli tədbir iştirakçıları, əziz şəhid ailələri, şəhidlərimiz, mühariblərimiz, müəllimlərimiz, hamımız boş şəhidlik edirik. Yürüşdüyümüz və şahid olduğumuz tədbirin nə qədər şahidlərimiz üçün önəmli, vacib olduğunu hamımız arzulasını görürük. Mən sizin çox vaxtınızı almayacağım, amma fürsətdən istifadə edərək burada iştirak edən, müəllimlərimizi görürəm, təsisçilərimizi görürəm. Hər birinizi növbəti qarşıdan gələn elm və təhsil nazirliyinin elan edəcəyi 9-cu qrant müsabiqədə iştirak etməyə bir daha çağırıram. Eyni zamanda bilirəm ki, bununla bağlı da yaxın zamanlarda həm regional tərəfdən və sektorda maarifləndirici tədbirlərin eşiyyədən keçirilməsi istiqamətində və tərəfimizdən görüşlər olacaq. Və ümid edirəm ki, bu istiqamətdə rayonumuzda olan qalib layihələrin sayı daha da arta biləcək. Mən layihənin layihədə əməyə keçən bütün heyətə, işçilərlə, eyni zamanda orada tədris boyu iştirak edən şagirdlərimizə, balalarımıza layihə adını deməzdik, ümumilikdə iştirak etdikləri hər günə təşəkkür edirəm və çox ümid edirəm ki, layihə sənəd üzərində yazıldığı kimi müddətli başa çatdı, onlarla dayanmayacaq. Layihənin davamlığı yenə də həyata keçiriləcək. Bizim xüsusi həssas qrupdan olan şagirdlərimizin təhsil aldığı təhsil məktəbimiz olan gimnaziyada o şagirdlərimizin asılı vaxtlarının bu cür gələcəkdə bu cür əl işlərinin təşkil olması istiqamətində indicə də öz töhfələrini vermiş olacaqdır. Mən bir daha tədbirdə iştirak edən bütün həmkarlarıma, bütün şəhid ailələrimizə, bütün əziyyət çəkimdə gələn bütün iştirakçılara, təhsil istismarlarından, uzatmazlarından, hamısından təşəkkür edilir. Əgər ki, sizlər gəlmişsiniz, çox sağ olun. İşlərinizə sağ olun. Siz zaten. Tam orta məktəbinin 6-cı sinif şagirdi Aydınova Dənizin ifasında şeirə qolur. Mən torpaq, mən ateş yandım. Tərkibimdə kömürüm var, külüm var. Mən baharam, çəmən çiçəyim var, gülüm var. Mən buludam,
insanam. Zəhmət sevən insanların yaratdığı nemətlərlə övünməsən, ölərəm. Mən işığam, qaranlığın qəlimi, daşıyıram qəlbimdə milyonların sevincini, qəmini. Maraq dolu gözəmdən baxmaya bilmərəm, qarlı dağdan süzülən çayam mən, axmaya bilmərəm. Mən insanam, vətənim var, elim var. Ən böyük həqiqəti, məhəbbəti, nifrəti söyləməyə qadir olan dilim var. Mən bir Quran itəm ki, hər parçamda duyulur bərkliyim, döyüşdə möhkəmliyim, ülfətdə kövrəkliyim. Mən insanım, məhəbbətsiz, nifrətsiz ölərəm. Mən insanam, ülfətsiz ölərəm. Nəfəsdəyəm, arzudayam, fikirdəyəm, ürəkdəyəm, qoldayam. Mən torpağam, nimətimi, varımı, zəhmət sevən insanlarla ölərəm. Mən ürəyəm, döyünməsən, ölərəm. İndi isə söz verilir Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Göyçay rayon şöbəsinin sədri Rüstəmov Eldəniz müəllim. Çox sağ olun. İlk öncə öz növbəmdə Cavan və Cavad müəllimimizi salamlayıram. Çünki bizim şəhid ailələri 44 günlük vətən müharibəsindən sonra ən çox təhsil sektorunda işləyən təmin olmuşlar müxtəlif məktəblərdə. Hər zaman da növbədən kənar şəhid ailələri qarşısında və etimadların görüşlərə göstərdiyiniz diqqət və qələbəyə görə mən Sadət müəllim sizi təbrik edirəm. Bu ərsə gətirdiyiniz bu sərgiyə görə və grant layihəsinin qazandığınız üçün istəyirəm ki, sözünüzdə zəhmət olmasa buna yaxınlaşardınız. Mən bunun şahidi oldum. O uşaqların necə o əsas şəkildə onların işlənməsi insanı duyğulandırır. Amma həqiqətən də bu cür təşkil olunması mən istəyərdim ki, öz adımdan, bütün şəhər ailələr adından Aran regionalının müdürü Cavad müəllimdən xahiş edərik ki, o uşaqlar üçün bu sərgilər davamlı olsun ki, o insanların üzündə olan o sevgi, hətta müəllimlərin orada sədrini belə deyək, iftə elədim ki, o uşaqlar həqiqətən psixoloji problemləri var. Travma almış uşaqlar idi. O uşaqlarla işləmək özü böyük bir ürək lazımdır, böyük bir qələbə lazımdır. Həqiqətən ona görə necə internat məktəbinin hər birinə mənləməsindən tutulmuş bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm ki, o uşaqlara o diqqəti və qayğını göstərirsiniz. Mən istəyirəm ki, elə həmən bu uşaqların əl işlərini ilk öncə yeganə evladını vətən üçün, bizim üçün verən mənə zəhmət olmasa sizlə yaxınlaşın qıra. Və məlumat, bu da bizim sizə bir sektor olsaədiyimizdir. Mən buna zəhmət olmasa gəl. Xatırladım ki, bizim Göyçayımızda 44 günlük vətən müharibəsində 2 ailə yeganə evladını vətən üçün vermişdir, millət üçün, dövlət üçün. Vətən sizə minnətdardır. Bizim uşaqların sizə və istəyərəm Tahir müəllimə zəhmət olmasa yaxınlaşarız. Sadət müəllim, belə özünüz ən böyük əməliyyətlə sizin içindir. Səkin müəllimlərin unutma olmaz buralarda olar. Zəhmət olmasa yaxınlaşarız. Şəhər namalar, bir dəvət edəməyim